Salam, hər vaxtınız xeyirli olsun. Dostlar, kısa bir fikrimi paylaşacağım. Deməli, bildiyiniz kimi Əli Kərimin həbs olunmasıdır və Gültəkin Hacıbəylini də Türkiyədən deport etmək istəyirlər. Bununla bağlı status paylaşıbdı və dünənlərim Sevinç Osman qızının bir yayımı çıxdı qarşıma. Sevinç Osman qızı orada çağırış edir ki, bütün hər kəsə ki, bəs bu niyə susqunluqdur, niyə müdafiə eləmirsiniz falan. Bəs adam da mübariz bir insanı müdafiə eləməzmi falan filan. Yox, Sevinç Osman qızı, mən niyə müdafiə eləməliyim ki? Şəxsən o meydan adamlarının biri mən. Yəni əlində resusu olanlardan biri mən. Media resusu. Mən niyə müdafiə eləməliyim ki, Gültəkin Hacıbəylini? Və yaxud da Əli Kərimin niyə müdafiə eləməliyim ki? Axı bunlar müdafiə olunmağa yer qoymadılar axı. Bizə icazə vermədilər ki, ən pis zamanlarında, onların ən çətin vəziyyətlərində biz onların yanında duraq. Onlar bizə ona icazə vermədilər, imkan yaratmadılar. Mən niyə müdafiə edeyim? Gültəkin Hacıbəyli gedib Belçikada kefdə damaqda olanda, qrantları alıb yeyəndə mənlə alıb yemirdi ki. Boşa düşmədim mən. Gültəkin Hacıbəyli gedib Cəmil Həsənli ilə, Əli Kərimlə bir yerdə əl-ələ verib, siyasi məhbusların üzərindən pul qazanıb yeyəndə mənlə bir yerdə yemirdi ki. Nə qədər siyasi məhbusların üzərindən pul qazanıb yeyirlər. Bununla bağlı nə qədər etiraflar var. Adamlar deyir ki, mən həbs olmuşam, mənim üzərimdən pul alıb yeyiblər. Avropa məhkəməsi. Bunu mən yemirdim ki. Gültəkin Hacıbəyli yeyirdi. Boşa düşənmədim mən. Mən həbs olundum burada, Fransada. Demokratiyanın göbəyində, Fransada belə həbs olundum. Birinin səsi çıxmadı. Səsi çıxmağa nə qalsın? Əleyhimə iş apardılar. Mən niyə müdafiə eləməliyəm ki, Gültəkin Hacıbəylini? Anlamadım mən. Mən niyə Əli Kərimi müdafiə eləməliyəm? Qoy geçsinlər, onlar da biraz içəridə yatsınlar bizim kimi. Əziyyət çəksinlər, onlar da bir stres yaşasınlar, onlar da bir həyəcan yaşasınlar. Qoy başa düşsünlər ki, bizlər nə əziyyət çəkirik. Qoy başa düşsünlər, qansınlar. Yox, niyə müdafiə eləyək ki? Bəli, ləyaqətli, şərəfli. Sən Sevinç Osman qızı deyirsən, bəs ləyaqətli adam bunları müdafiə eləməlidir. Bu belə olmaz, bu qədər susqunluq, bu nədir belə? Bəli, elə odur. Bunu özləri istəyirlər, özləri yaradıblar. Bəli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Cəmil Həsənli, İsa Qəmbəri, bunların özləri bu şəraiti yaradıblar. Yoxsa bizim səmimi müxalifətimiz olsa, həqiqətən də bizi təşkilatlandırıb bu rejimin üstünə qaldırmaq, bir güc təsiri yığmaq, xalqın iradəsini qazanmaq olsaydı, biz dəstək verərdik. Allah bizə ağıl verib, şuur verib. Bunların bizə qarşı etmədiyi uğraşlıq qalmadı. Təkcə mən yox, digərlərinə qarşı da Avropada. Nə qədər adamlara qarşı ləkə yaxdılar, alçaqlıq elədilər, düşmənçilik elədilər. Belə cında adamlar mən niyə müdafiə eləməliyim ki? Mən Gültəkin Hacıbəylini nə üçün müdafiə eləməliyim ki? Başa düşmədim mən. Niyə xahiş Sevinç Osman qızı və digərlər də var, deyirsiniz, Əli Kərimini müdafiə eləyin, Gültəkin Hacıbəylini. Niyə ay qardaş, niyə? Axı bunlardan, onların özünü müdafiə eləmək üçün bayaq qeyd elədim, yer qoymadılar, bizə yol açmadılar, şərait yaratmadılar ki, Əli Kəriminin, Cəmil Həsəninin və digərlərinin pis vəziyyətini onları müdafiə eləyək. Yer qoymadılar, istəmədilər. Məcbur eləyəsi deyil ki, istəmədilər. Özləri belə istədilər. Yalandan da düşüblər ortalığa müxalifəti. Müxalifət siz xalqın lideri, siz xalqın müxalifətisiz. O zaman xalqı çağırın meydana. Çağırın meydana. Əli Kərimin məhkəməsidir, 10 nəfər gedir. Amma Əli Kərimə qarşı bir söz deyəndə yüzlərlə, minlərlə it sürüsü kimi trollar gəlir, tökülür. Bu nə tər olur, başa düşəmirəm mən. Məhkəməyə 10 nəfər gedir. Amma Əli Kərimin haqqında bir şey danışanda, nə bilim, Cəmil Həsəninin, Gültəkinin, Tofiq Yaqubunun haqqında bir şey danışanda it sürüsü kimi tökülürlər. Nədə belə? Bahar bayramıdır, nədir? Hə? Sözüm var, əks sözüm var, çıxısı sözümü deyəcəklər. Bax, ən son paylaşdığım video Əli Kəriminin həbsi ilə bağlı. Hətta təhqiramiz sözlər işləmişəm. Bunu özləri qazanıblar, özləri istəyiblər. Bəli, mən də türmədə olanda mənim əleyhimə uğraşlar, müdafiə eləməkləri aynı qalsın. Mənim əleyhimə alçaqlıq elədir, şər, böhtan, alçaqlıq, biqriyyətlik. Nələr eləmədilər, nələr? Bunu mən unutmamışam ki. Kimlərsə unudubdur, atsın, peysəni geçsin, yazır. Mən unutmamışam, mənim ağlımda damısı. Mənim ağlımdadır. Əli Kərimli mənə hansı şərait yaradıbsa, mən də o şəraitdən istifadə edib Əli Kərimə qarşı çıxıram. Gültəkin hansı şərait yaradıbsa, o şəraitə uyğunda hərəkət edirəm. Qutardı, getdi. Mən niyə müdafiə eləməliyim? Bunlar dələduzdur, maşinlikdir. Bunlar xalqı alladırlar.
İlham Əliyev, işi gücü ancaq nədir? İlham Əliyev oğurladın, taladın, astın, kəstin, 500 milyon belə oğradın, 300 milyon belə oğradın. Bunu hamı deyir də, mən də deyirəm, nə olsun ki? O üstə deyir, nə olsun ki? Söhbət o deyil ki, sən müxalifətsən, müxalifət sədrinin işi nədir? Xalqı təşkilatlandırmaq, xalqın evlatlarına yön vermək, xalqın evlatlarının, cəsarətli evlatlarının iradəsini qazanmaq, güc toplamaq. Sən müxalifət sədrsən, sən güc topla ki, bugünkü gündə də meydanda tək qalmayasan. Sən yığdın başına özün kimi ay Əli Kərimli, özün kimi alçaq, oğraş, peysərləri yığdın başına, troll dəstəsi yarattın. Neyini bu xalqın nəyinə lazımdır? 200'lü troll. Nəyinə lazımdır? İlham Əliyevin var da. Bu millətə yaşatdığını yaşadırlar da. Siz niyə trolluqdan istifadə edirsiniz? Siz niyə troll olursunuz? Siz səmimi, dürüst, əqidəli müxalifət ola bilmirsiniz? Xalqı təşkilatlandırın, xalqın iradəsini qazanın. Bax, o vaxt Elvin İsayevi oğurladılar, apardılar Azərbaycanı. Ay kişi, Elvin İsayevin əleyhinə təbliğat apardılar bunlar. Dedilər, bu nə bilim, Lənkəran Respublikası yaradır, nədir o Talış Respublikası? Respublika yaradır, nə bilim, bu xaindir, satqındır, söyüşsüz müxalifətdir. Bizim özümüzü yanımızı. Bütün beynəlxalq təşkilatlara, Avropaya, hər yerə bizi elə təqdim edirlər. Bunlar müxalifətçi deyil, bunlar söyüşsüyəndir. Bizi belə təqdim elədilər. Amma gəlib bizim yanımıza iradəmizi qazanmaqdan. Demək ki, kişi, gəlin bir yerə yığışaq, bu təhqiriz adı qoyaq bir kənara. Əməlli başlı adam kimi bir şişirək. Bu nədir belə? Bunlar bunu eləmədilər. Götdülər hər yerə bizim əleyhimizə iş apardılar. Yəni, mənim əleyhimə iş aparan adamı niyə müdafiə eləməliyəm ki? Nəyimə lazımdır ki? Nəyimə lazımdır? Kimə lazımsınız siz? Gedin oturun içəridə, elə türmə yaxşıdır sizə. Çöldə qalıb, xalqın başını qatmaqdansa, xalqı ələ salıb dolamaqdansa, xalqın üzərindən pul qazanmaqdansa, siz gücü ancaq pul qazanmaqdır. Yox, qrant alıb yemək. Gültəkinin evi Bakıda, nə bilim, Türkiyədə oğlunu oxudur, Əli Kərimin oğlu xaricdə oxuyur. Biz də bir ananın, atanın evladıyıq da, biz də burada zülüm çəkirik. Mübarizə aparıq, dirəniş göstərik. Başımıza iş gəlir, Əli Kərimi dilli soxur qarnına, atır peysərinə, peysər kimi yaşayır. Mən niyə müdafiə eləməliyəm ki? Xeyr, qətiyyən belə bir şey yoxdur. Belə alçaqlara pas soxmaq lazımdır. Qətiyyən. Qətiyyən bu satqınları, bu alçaqları, bu milləti ələ salıb dolayan, üzərindən pul qazanan, qrantları alıb eşşək balası kimi yeyib öz maraqlarını güdən alçaqları müdafiə eləmək olmaz. Bunları müdafiə eləmək şəxsiyyətsizlikdir. Özünə hörmət eləməyən adamlar bunları müdafiə eləyər. Ləyaqətli adam bunları müdafiə eləməz. Necə yəni? Səni Allahsın eşşək yerinə qoysun, heyvan yerinə qoysun. Sənin həyatından, canından, ömründən alsın, zamanından alsın, İlham Əliyevə şərait yaratsın. Versin onu, arada da haqqı desin ki, baxın mən haqqı deyirəm, mən müxalifət sədriyəm mən. Üstündən də sənin üzərindən pul qazansın. Sənin evlatların həbs olunsun, bu millətin evlatları həbs olunsun, haqqı desin həbs olunsun. Üzərindən pul nədir? Siyasi məhbus olsun, üzərindən pul qazan yecinə, pul al yecinə. Sonra da mən səni müdafiə edeyim. Xeyr ola, xeyr ola. Bir ildən artıq küçələrdə yattım mən. And olsun Allah, Parisin göbəyində qar bax buradan idi, qar. Qar bax buradan idi, bax Quran and olsun. Taxtadan bir balaca bir şey tapmışdım, yeri orada yatırdım. Buz kimi. Özümə pusulat almışdım belə zamoxlu. Girib içinə zamoxlu çəkib yatırdım. Osturaqlar haradaydınız müxalifət, çox xalifət. Müxalifətə baxırsan. Yox. Sizi müdafiə eləmək sizi götünüzə pas soxmaq lazımdır. Gözünüzün yaşına belə baxmaram. Məndəki nifrəti, qəzəbi özünüz qazanmışsınız. Namussuz, əclaf, satqın, xain köpəklər. Əclaflar, yox, şimdi qutarıb Əli Kərimini müdafiə eləyəcəm. Gültəkini müdafiə eləyəcəm. Gültəkini geçsin, kimlərin altında yatırdı, onlar müdafiə eləsin. Başa düşdünüz? Əli Kərimi geçsin, oğlu müdafiə eləsin. Cəmaatın balalarını rəskoda verib, üzərindən pul qazanıb, xaricə oxuduğu oğlu müdafiə eləsin, arvadı müdafiə eləsin, qızı müdafiə eləsin. Başa düşdünüz? İşimizə bax, hərəsi bir dənə efir açıb, Əli Kərimini müdafiə eləmək lazımdır. Bu ləyaqət məsələsidir, nə bilim, nə mi? Gedin işinizlə məşğul olun, nə? Ləyaqətli adam belə hərəkət edir. Ləyaqətli adam 30 ildir bu milləti təşkilatlandırmaz bəs. Və bu qədər qrantları nə üçün alırdınız? Nə üçün? Bu qədər qrantlar sizə niyə ayrılırdı? Xalqın təşkilatlanması üçün. Təşkilatlandırın da bəs. Yığmışsınız başınıza 20-30 dənə alçaq, biqriyyət, namussuz trolları cəbhəyə yığmışsınız. Hərəsi də açıb 5-dən 10 dənə profil. Əleyhinizə bir kim nə deyir, sırası tökülürsünüz.
Şər, böhtan, nə bilim, ağızlarına gələni yazırlar. Bəs sizin özünüzü qəhbə yerinə qoymun, özünüzü müxalifət kim apar, nə cındır yığını cındır, peysər yığını peysər. Kimsə məndən gözləməsin bunları mən müdafiə edəcəm. Xeyr, belə bir şey yoxdur. Qoy geçsin onlar da türmədə yatsın, qoy geçsin onlar da əziyyət çəksin. Qoy geçsin onlar da stres yaşasın, qoy geçsin onlar da həyəcan yaşasın. Bəli, bəli, qoy Gültəkin də geçsin yatsın. Qoy onun evladı da həyəcan yaşasın, stres yaşasın, anası da bəli. Nə qədər anaların evladlarını bədbaxt elədiniz siz bu neçə ildə. Siz müxalifət özü, siz uğraş yığınısınız siz. Siz satqın, xain, köpək yığınısınız siz. Sizin müdafiə eləməyə alçaqlıq olar, biqriyyətli olar. Başa düşdünüz? Bizim kimi oğullara qarşı əclaflıq elə, uğraşlıq elə, namussuzluq elə. Sonra da bizə deyin ki, gəlin bizi müdafiə eləyin. Anlamadım mən. Sən mənim qururumla ona. Sən mənim alçatmağa çalış, uğraşlıq elə, əleyhimə iş yapar. Sonra da deyin mən xalqın müxalifətiyəm, başına bir iş gəlsin, səni müdafiə eləyim. Xeyr ola, xeyr ola. Bitib o şeylər. Əleyhinizə iş yaparmaq lazımdır. Nə müdafiə? Müdafiə nədə? Müdafiə eləyəcək. Sizin müdafiə eləyəcək, gənə çıxıb çöldə, gənə də həmənki vəziyyətdə işinizə davam eləyəsiniz. Gənə də qrantlar alıb yiyib, sıçıb yatmaqla məşğulasınız, xalqı anlatmaqla məşğulasınız. Cındır yığını cındır,